Bəşəriyyət yaranandan həmişə özünü kimlərdənsə təzid etməyə çalışıb. Təhlükələrdən, düşmənlərdən və s. Bu təzid etmə formalarından biri də divarlardır. Hər gələn bəşəriyyət özünə görə bir divar sistemi hörməyə çalışır. Məsələn, Azərbaycanda da var Dərbənd keçidi, Dəryal keçidi və s. Amma dünyanın ən böyük divarları hansıdır? 5-ci yer. Meksika divarı. Bunu Amerika Birləşmiş Ştatları Trumpın dövründə Meksika ilə sərhəddə keçib, o köçmənlərin Amerikaya gəlməsinin qabağını almaq üçün divarın uzunluğu 1000 kilometrdir. 4-cü yer Majino xətti. 1150 kilometr olan bu xəttin məqsədi Fransanı 2-ci Dünya müharibəsi ərəfəsində Almaniyanın hücumlarından qorumaq idi. Almanlar düzdür bunu yan keçdilər və Fransa 40 günə təslim oldu, lakin belə bir divar sistemini tikmişdilər. 3-cü yer Mərakeş divarı. 2400 kilometr uzunluğunda olan bu divarı İspanlar 16-17-ci əsrdə ətraf ərazilərdən özlərini qorumaq üçün tikmişdilər. 2-ci yer Avstraliya divarı. 5323 kilometr olan bu divarı Avstraliyalı fermerlər dingolardan, müxtəlif heyvanlardan öz əkinlərini qorumaq üçün çəkib ortaya qoymuşlar. Və ən nəhayət dünyanın ən böyük divar sistemi Böyük Çin səddidir ki, 9000 kilometr uzunluğu vardır və müxtəlif şaxələri ilə 23000 kilometrə qədər çatır. Yaxın şərq, yəni qonşularımız da bu divar tikmək xasiyyətindən uzaqda qalmayıblar. Belə bir divarlardan biri Türkiyə və Suriya sərhəddində vaxtilə Suriyalı köçənlərin Türkiyəyə gəlməsinin qarşısını almaq üçün tikilmişdi ki, bunun uzunluğu 900 kilometrdir.